Siyasət barədə fərqli baxışlar, yanaşmalar olsa da, ana xətti cəmiyyətdəki münasibətlər, siyasi institutlar və ideologiyadan keçir. Lakin burada hazır resept olmur, yoxdur və olmayacaq da. Müxtəlif formasiyalar, cəmiyyətlərin yolu məhz bu reallıqdan çıxış edir. Amma bir həqiqət tam yəqindir ki, siyasət təlim meydanı deyil, döyüş, mübarizə meydanıdır. Qalib gəlmək üçün güclü iradə, müdriklik və nəticəyə hesablanan prinsipiallıq lazım gəlir. Belə olan halda siyasət patriarxı formulu işə düşür və xalqları, ölkələri intiba, təşəkkülə aparır. Əks təqdirdə böyük və ya kiçikliyindən asılı olmayaraq, ölkələr əsarət boyunduruğunda üzülür, istibdad altında yaşamağa məhkum olur. Bizim müstakil devletimizle hesaplaşmak lazımdır. Bizim halkımızdan hesaplaşmak lazımdır. Biz heç kəsə tabi olmayacağıq. Və heç kəs də güman eləməsin ki, bir gün sabah kimsə bizi tabi eləyə bilər. Yox. Ya bu cürə yaşayacağıq, ya da yaşamaq mümkün olmasa, yaxşı olar ki, yaşamayaq ki, yenə də əsarət altına düşüb yaşayaq. Xaos diktatorası, istibdada son qoymaq liderlik xarizmasını siyasi gündəmdə talih yüklü hadisə kimi ön planda qoyur. Məhz həmin liderlərin yaratdığı irs həm müasirləri, həm də beyin mərkəzləri tərəfindən geniş miqyasda təhlil olunur, ibrətləri gələcəyə ötürülür. Şübhəsiz, burada siyasət xadimlərinin yanaşmaları, mürəkkəb geosiyasi proseslərdən ölkəsinin necə salamat çıxarması, xalqın etimad və inamı, həyat amalları əsas faktor kimi götürülür. Bir mənalı şəkildə demək olar ki, belə şəxsiyyətlər dövlət xadimləri sırasında Heydər Əliyevin yeri xüsusi kursivə malikdir. Çünki o, bütün ömrünü xalqına, taleyini, Azərbaycanın taleyini həsr etmişdi. Siz bilirsiniz ki, mənim həyatım xalqa, millətə, Azərbaycana həsr olunubdur. Bu mənim həyatımın mənasıdır. Əgər insanlar bunu görürsə və bunu qiymətləndirirsə, bu mənim üçün ən yüksək mükafatdır. Mürəkkəb qərarlar çıxılmazlıqda, mürəkkəb şəraitdə verilir. Bunun üçün ilk növbədə böyük məsuliyyət tələb olunur. Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi məhz belə yanaşmalara yol açırdı. 20-ci əsrin sonlarında müstəqilliyini bərpa edən Azərbaycanın siyasi xaosdan inkişaf yoluna doğru qət etdiyi qısa zaman kəsiyi bunu rəmzləşdirirdi. Bugünkü reallıqlardan arxaya boylananda, keçirilən yola nəzər salınanda bir daha liderin tarixi proseslərdəki rolu tam aydın görünür. Roma papası 2. İoann Pavel
Cənab Prezident, bizə məlumdur ki, siz görkəmli dövlət xadimisiniz və müstəqil Azərbaycan Respublikası məhz sizin rəhbərliyiniz sayəsində son illər dünya birliyində layiqli yer tutmuşdu. 26 sentyabr 1997-ci il, Vatikan. Dünya ailəsinin layiqli üzvü olmaq heç də asan məsələ deyil. Şübhəsiz, bütün xalqlar, ölkələr buna can atır. Amma hədəflərə çatmadan buna nail olmaq mümkün deyil. Sözsüz ki, bu sırada ilk növbədə ölkəni ayaqda saxlamaq, milləti, xalqı öz ardınca aparmaq vacibdir. Naxçıvanın ağır devrini yaşamıştım. Hesap edirdim ki ömrümün sonuna kadar da burada yaşayacağım. Ancak bu kadar talepler, bu kadar xahişler, bu kadar insanlar ve Azerbaycan'daki vəziyyətlə tanış olanda gördüm ki doğrudan da Azerbaycan dağılır. Ama buradan yola düşəndə həqiqətən belə fikirdəydim ki mən gedib orada 3-4 gün məsləhətlərimi verirəm, kömək edərəm. İndi bir həftə zat yenə də qayıdıb gələrəm. Amma getdim, qayıda bilmədim. İdeyalar, təşəbbüslər çox ola bilər. Əgər xalq bu məqsədlər uğrunda mübarizəyə qatılmırsa, lideri ilə həmrəylik, birlik nümayiş etdirmirsə, təşəbbüs söz olaraq qalır və heç bir nəticə hasil olmur. Liderlik xarizması bu anlamda inanmaq və xalqı getdiyi yolun uğruna mübarizəyə inandırmaqdır. Heydər Əliyev bunu bacarırdı və ayrı-ayrı dövlət başçıları onun bu üstün keyfiyyətlərini yüksək qiymətləndirirdi. Gürcüstanın keçmiş prezidenti Eduard Şevardnadze. Zamanımızın qüdrətli siyasətçisi və müdrik dövlət başçısı, mənim dostum, qardaşım Heydər Əliyevin sayəsində Azərbaycan dünya birliyində öz layiqli yerini tutur. Müstəqillik yolunda inamlı addımlarını atır. Az bir müddət ərzində Azərbaycan yaxşı nəticələrə nail olmuşdu. 5 iyun 1998-ci il. Əlbəttə, 20-ci əsrin sonlarında dağılmış Sovet imperiyasının qalıqları üzərindən addımlayıb ölkəni müstəqillik yolu ilə aparmaq müdriklik tələb edirdi. Heydər Əliyev bu qətiyyətin sahibi idi. Bütün çətinliklərə, gərginliklərə baxmayaraq bir siyasi formasiyadan digər formasiyaya keçidin uğurlu dəsti xəttini nümayiş etdirirdi. Səbəb mürəkkəb olduğu qədər həm də sadə idi. O, siyasətin anatomiyasını dərindən bilir və ona real məzmun verirdi. Hələ Sovetlər İttifaqı rəhbərlərindən biri olanda bu gerçəkliyi təsdiq etmişdi. Sovetlər İttifaqının o böyük süper devletin rəhbərlərindən biriydi. O devlete rəhbərlik edən Politbüroydu. 10-12 nəfərdən ibarət. Ora Sovetlər İttifaqının tarixində həmən o Politbüroya daxil olmaq heç bir müsəlmana nəsib olmamışdı. Mən yeganə müsəlmanıdım ki, Sovetlər İttifaqının rəhbərliyində Politbüronun üzvüydüm. Ancaq həmişə qəlbimdə öz milli ruhumu yaşadırdım. Milli ənənələrimi yaşadırdım. Milli hissiyatlarımı yaşadırdım. Dinimizə məxsus olan ənənələri yaşadırdım. Heydər Əliyev hələ Moskvada çalışdığı zaman dünya onu Kremlin siyasi olimpində birinci şəxs kimi görürdü. Kreml siyasi korrupsionerlərinin Heydər Əliyev şəxsiyyətinə həsədi, qısqanclığı da bundan qaynaqlanırdı. Müxtəlif təzyiqlər edilir, siyasətdən uzaq çirkin vasitələr işə salınırdı.
O isə avantyuralara dözür, yanaşmaları ilə Qarbaçov kimi siyasət oyunbazlarını mat vəziyyətdə qoyurdu. Çarələri kəsiləndə onu xəstəxana adı altında Kremldən uzaqlaşdırmağa cəhd etdilər. Saxta diaqnozlarla iradəsinə təsir göstərməyə çalışdılar. O vaxt Qarbaçov onlara göstəriş vermişdi. Onlar gəldilər. Bütün bu professorlar, akademiklər konsilium keçirdi. Mənə dedilər ki, sən işləyə bilməyəcəksən. Dedim, nə istəyirsən? Belə başa sardılar ki, sən ərzə verəcəksən, işdən çıxasan. Mən də dedim ki, yaxşı, çıxaram. İşləyə bilmərəm, çıxaram da. Sonra da çıxdım, 2 aydan sonra da vəzifədən də getdim. Azərbaycanın qara günləri məhz o vaxtlardan Heydər Əliyevin Kremldən uzaqlaşmasından sonra başladı. Nə qədər ki, Heydər Əliyev SSR rəhbərliyində idi, erməni ekstremizmi əl-qol aça bilmir, separat meyilləri yerindəcə dəfn edilirdi. Vəzifədən gedəndən sonra ermənipərəst Qarbaçov və erməni daşnaqları Qarabağa iddia ilə çıxış etməyə başladı. Kremlin patronajlığı altında Ermənistanın qəsbkar, işğalçılıq siyasəti baş verdi. Moskvanın ermənipərəst siyasəti ilə erməni işğalına yox deyən Azərbaycan xalqına qarşı misli görünməmiş cinayət işlədildi, 20 yanvar faciəsi törədildi. Heydər Əliyeviç, mən sizə həmişə böyük hörmətlə yanaşmışam. Yanaşıram və yanaşacağam. Çünki bir şəxsiyyət kimi, dövlət xadimi kimi, bütün keçmiş Sovet İttifaqı üçün, Azərbaycan üçün, yer üzərindəki bütün türk xalqları üçün qədir qiymətinizi bilirəm. Zənnimcə, əgər onda 1990-cı ildə siz burada olsaydınız, həmin o qara yanvar olmazdı. Əlbəttə olmazdı. Çünki hadisələrin axarını, baş verən və baş verə biləcək hadisələrin nəticələrini Heydər Əliyev özünə məxsus müdrikliklə müəyyənləşdirirdi və qarşısını ala bilmək gücündə idi. Dünyanın bir çox siyasətçilərinə, dövlət xadimlərinə xas olmayan bu keyfiyyətlər xalqın bərpa etdiyi müstəqilliyin ağır illərində, istiqlalının sual qarşısında qaldığı 90-cı illərin əvvəllərində bir daha özünü göstərdi. Azərbaycan xalqının Azərbaycan Respublikasının həyatında ağır, çətin ictimai siyasi proseslər gedib və nihayət Respublikamızda dövlət müstəqilliyi möhkəmlənib, o dönülməz olubdur. İctimai siyasi vəziyyət sabitləşibdir. Heydər Əliyevin xidmətini qeyd etməliyəm. O qətiyyətli adamdır, əzmkar adamdır. Azərbaycanın mənafeyi onun üçün hər şeydən vacibdir. Mən bunu bir dəfə demişəm və bir daha təkrar etmək istəyirəm. Azərbaycan xalqının rifahı, xoşbəxtliyi, əminamanlığı onun üçün hər şeydən irəlidir. Yenidən ayaqlar altında sürüklənən Azərbaycan məhz Heydər Əliyev qətiyyəti ilə xilas oldu. Şübhəsiz, o illərdə atılan hər bir addım yaxın və uzaq xaricdə diqqətlə izlənilirdi. Çünki belə mürəkkəb vəziyyətlərdən ölkəni xilas etmək nadir siyasi liderlərə nəsib olmuşdu. Nəyin bahasına olur olsun, Respublikanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü bütün xarici siyasət vasitəsilə təmin etməyə çalışacağıq. Güman edirəm ki, bundan sonra görüləsi işlər Azərbaycan Respublikasının dünya miqyasında daha da geniş tanınmasına şərait yaradacaqdır və Azərbaycan Respublikası Dünya Devlətlər Birliyində öz layiqli yerini tutacaqdır. Türkiyənin keçmiş prezidenti Süleyman Demirel, siz həqiqətən çox böyük işlər görmüsünüz.
Azərbaycanın müstəqilliyinin və təhlükəsizliyinin möhkəmləndirilməsində sizin xidmətləriniz çox böyükdür. Bütün bunlar təkcə Türkiyədə deyil, bütün dünyada izlənilir. İndi Azərbaycan dünya birliyində nüfuzlu yer tutur və biz onun müstəqilliyinin əbədi olmasını istəyirik. 9 iyun 1998-ci il Astana. Müstəqilliyin geriyə dönməz xarakteri alması həm də onun real məzmun daşıması ilə sıx bağlıdır. Odur ki, iqtisadi, siyasi, mədəni islahatlar aparılır, milli maraqlara hesablanan xarici siyasət kursu formalaşdırılırdı. Eyni zamanda uzun illər informasiya blokadasında qalan cəbhəni yarmaq lazım gəlirdi. Bunun üçün müxtəlif tribunalardan istifadə olunur, dünyaya aydın mesajlar çatdırılırdı. Müstəqil Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının üzvü kimi amalı və məqsədi Azərbaycanın dövlət müstəqilliyini qorumaq, onu əbədi etməkdən ibarətdir. Azərbaycanda hüquqi dövlət, demokratik dövlət qurmaqdan ibarətdir. Azərbaycan xalqının rifahını yaxşılaşdırmaqdan ibarətdir. Azərbaycanda demokratiyanı bərqərar etmək, insan azadlıqlarını, insan hüquqlarını qorumaqdan ibarətdir. Əlbəttə, bu iki tərəfli münasibətlərlə yanaşı müxtəlif beynəlxalq təşkilatlarla sıx əlaqələrin qurulmasından keçirdi. Həmin dövrlərdə Azərbaycanın qoşulduğu hər bir beynəlxalq, yaxud regional təşkilat bu baxımdan vacib tribuna kimi çox əhəmiyyətli idi. Öz növbəsində həmin təşkilatlar Heydər Əliyev təcrübəsindən yararlanır, onun fəaliyyətini örnək kimi dəyərləndirirdilər. İslam Konfransı Təşkilatının baş katibi İzzəddin Laraki: "Mən fəxr edirəm ki, Azərbaycan prezidenti Heydər Əliyevlə görüşdüm. Onun fikirlərini dinlədim. Fəxr edirəm ki, o təşkilatımızın fəaliyyətinə yüksək qiymət verdi. Biz təşkilatımızın Azərbaycanla əlaqələrinin daha da sıxlaşması üçün əlimizdən gələni edəcəyik." 8 dekabr 1997-ci il, Tehran. Əlaqələr yalnız siyasi dialoq, siyasi münasibətlərlə məhdudlaşmırdı. Onu tamamlayan iqtisadi gerçəkliklər yaradılır, perspektivlərə hesablanan planlarla tamamlanırdı. Azərbaycanı dünyaya açıq elan edən Heydər Əliyev qlobal məkanlarda imkanları konkret məzmunda təqdim edir, investorlar iri miqyaslı sərmayələrin təşviqi üçün Davos İqtisadi Forumu kimi platformaları xüsusilə vacib hadisə kimi dəyərləndirirdi. Азербайджан – это республика, которая идет по пути рыночной экономики, создания условий для свободного предпринимательства, инвестиций иностранного капитала, тесной интеграции в мировую экономику, установления взаимовыгодных экономических торговых отношений со всеми странами мира, которые заинтересованы в сотрудничестве Azərbaycanı. Qafqazın və Mərkəzi Asiyanın perspektivləri, İpək yolu və ya Böyük oyun sessiyasında Heydər Əliyevin iştirakı əvvəlcədən ona marağı şərtləndirirdi. Bu, dünyanın onun şəxsiyyətinə, idarəçilik təcrübəsinə marağı ilə birbaşa bağlı idi. Dünya İqtisadi Forumunun prezidenti Klaus Schwab: "Heydər Əliyev kimi bir liderin Davos İqtisadi Forumunda iştirak etməsi bu tədbirin nüfuzunu və əhəmiyyətini daha da artıracaqdı." 27 yanvar 2000-ci il, Davos. Heydər Əliyev şəxsində Azərbaycana maraq, onun region, bütövlükdə Avrasiya coğrafiyası üçün həyata keçirdiyi mega layihələrlə birbaşa bağlı idi. Çünki müstəqilliyini yenicə bərpa edən ölkə regional və qlobal ziddiyyətləri dəf edərək enerji, nəqliyyat dəhlizlərini maraqlar balansı üzərindən reallığa çevirirdi. Планируется строительство крупного нефтепровода, основного нефтепровода, который предполагается построить в направлении Баку, территория Грузии, Турция и до порта Джейхан в Средиземном море. Предполагается строительство нефтегазопроводов из восточного побережья Каспийского моря, из Казахстана, из Туркменистана, через Каспийское море в Азербайджан, а дальше на запад, через Грузию и через Tursiya, Avropa. Azərbaycan Cənubi Qafqazın aparıcı dövləti, lideri isə dünyada söz və böyük nüfuz sahibi kimi qəbul olunurdu. Yaponiyanın keçmiş baş naziri Ryutaro Hashimoto:
Siz zəmanəmizin görkəmli dövlət xadimisiniz. Mən sizin həyat və fəaliyyətinizlə yaxından tanışam. 26 fevral 1998-ci il. Liderlərin həyat və fəaliyyəti sözün əsl mənasında dünyanın gərdişini dəyişir, geosiyasi arxitekturasını zənginləşdirir. Əlbəttə, fəaliyyət yaradıcı olanda. Heydər Əliyev bu səbəbdən daim diqqətdə idi. Yürütdüyü siyasət xalqları, dövlətləri bir masa ətrafında toplamaqla bərabər, həm də sülh və təhlükəsizliyi ön planda saxlayırdı. Son 4 ildə Birləşmiş Krallıq ilə Azərbaycan arasında əlaqələrin bütün sahələrində inkişaf edilməsi istiqamətində biz yaxşı nailiyyətlər əldə etmişik. Bunlar bizim əməkdaşlığımız üçün geniş perspektivlər açmışdır. Cənab Prezident, bu Azərbaycan və sizin xalqınız üçün o deməkdir ki, sizin burada Birləşmiş Krallıqda yaxşı dostlarınız var. Əlaqələrimiz bugün də, sabah da məhkəmələnəcək. Kommersiya sahəsinin özü-özlüyündə çox vacib sahə olmasına baxmayaraq, yalnız bu sahədə deyil, siyasi sahədə də əlaqələr məhkəmələnəcək. Biz inanırıq ki, Azərbaycan müasir dünyada həlledici siyasi və iqtisadi rol oynayır. Biz həmin rolu inkişaf etdirməkdən ötürü sizinlə bir işləmək istəyirik. Və bugün bizim digər çox vacib kommersiya kontraktları ilə birgə siyasi deklarasiyanı imzalamağımız faktı gələcək əməkdaşlığımızın möhkəm əsasını təşkil edir. İcazə verin ölkənizdə əldə olunmuş tərəqqi münasibəti ilə, bu tərəqqi namində gördüyünüz iş münasibəti ilə sizi şəxsən təbrik edim. Mənim üçün şəxsən böyük şərəfdir ki, sizi burada salamlayıram. Qoy bugünkü gün ölkələrimiz arasında dərin dostluq, bizim gələcəkdə birgə görəcəyimiz işlərin başlanması rəmzi olsun. Cənab Prezident, çox sağ olun. Əlbəttə, sabitlik olmadan, silahları susturmadan, ambisiyalara son qoymadan hər hansı inkişafdan danışmaq mümkün deyil. Heydər Əliyevin təşəbbüsü ilə 30-dan çox ölkə, bir sıra beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə keçirilən tarixi İpək yolunun bərpası Bakı konfransı məhz bu kontekstdə nəzərdən keçirilirdi. Впервые в Азербайджане, может быть, за всю историю, но если быть точнее, после приобретения государственной независимости состоялась такая международная конференция, и здесь в Баку собрались представители 32 стран, 13 международных организаций. Мы это рассматриваем как большое уважение к независимому, суверенному Азербайджану, в нашей стране, и примем все меры для того, чтобы быть достойным этого доверия и уважения. NATO-nun sabiq baş katibi Javier Solana. Mən xüsusi olaraq vurğulamaq istəyirəm ki, Prezident Heydər Əliyevin müdrik, uzaq görən siyasəti nəticəsində Asiya və Avropa arasında əlaqələr, əməkdaşlıq körpüsü qurulur. 30 sentyabr 1998-ci il Bakı. Avrasiya coğrafiyasında körpülərin təməlində Azərbaycan, konkret olaraq Prezident Heydər Əliyevin praktik addımları dayanırdı. Özü də yalnız təşəbbüslə məhdudlaşmır, həm də onu irəli aparırdı. Mənim üçün xüsusilə böyük məmnuniyyət idi ki, bizim strateji və siyasi əhəmiyyət verdiyimiz bir ölkə sizin kimi dünya şöhrətli individual tərəfindən idarə olunur. Belə müraciətlər, qiymətləndirmələr isə olduqca çox idi. Azərbaycan heç kəsdən asılı olmadan taleyinin sahibi kimi mövqələrini möhkəmləndirirdi. Şübhəsiz, bunun arxasında illərlə çəkilən əziyyət, yorulmaz fəaliyyət, gərgin iş, xalq Heydər Əliyev birliyi dayanırdı. Müstəqilliyi millətin ən böyük dəyəri, dövlətçiliyi xalqın varlıq hadisəsi hesab edən Heydər Əliyev onu qorumaq, dönməz etmək naminə hətta həyatından keçməyə hazır idi. Və bilin ki, bunu indi əlimizdə saxlamaq, bunu qorumaq hər bir insanın canından da onun üçün artıqdır. Mənim üçün bunu bilin, mən sizə deyirəm, öz həyatımdan, öz canımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədiyyət etməkdir.
Geosiyasi dalğalanmalarda müstəqilliyi əbədi etmək üçün Heydər Əliyev gecəli gündüzlü çalışırdı. Çalışırdı ki, Azərbaycan güclənsin, möhkəmlənsin. Qısa müddət ərzində qazanılanlar, uğurlu inkişaf yolu dünya siyasətçiləri, super güc mərkəzlərinin dövlət, siyasi xadimləri tərəfindən etiraf olunurdu. Amerika Birləşmiş Ştatlarının sabiq dövlət katibi Madeleine Albright sizin açıq və qətiyyətli mövqeyinizə yüksək qiymət verərək sizə böyük hörmət hisslərimi ifadə edirəm. Bu təkcə Amerika Birləşmiş Ştatlarının sabiq dövlət katibinin fikri deyildi. Azərbaycanın xidmətləri Vaşinqton siyasi elitasının, o cümlədən dünyanın diqqətində idi. Biz son bir neçə ildə Avropa ilə Asiya arasında, Qərb ilə Şərq arasında kommunikasiyalar yaradaraq, boru kəmərləri və Transkafkaz koridoru yaradaraq böyük qədim İpək yolunun bərpası üçün əsaslar təşkil etdik. Şəxsiyyətlərin tarixdə rolu danılmazdı. 20-ci əsrin siyasi mənzərəsi bir daha bunu təsdiq edir. Churchill, De Gaulle, Kennedy. Heydər Əliyevsiz bu tarix bəlkə də yarımçıq görünərdi. Məhz onlar öz xalqlarını ağır sınaqlar, dəhşətli bəlalardan qurtara bildi, millətlərinin taleyində dönüş yaratdı. Yaratdıqları örnək isə fəaliyyət göstərdikləri məkanla məhdudlaşmır, coğrafi sərhədləri aşır. Ona görə də həmin siyasi xadimlər zaman-zaman aktuallıq daşıyır. Heydər Əliyevi digər siyasət nəhənglərindən fərqləndirən əsas cizgilərindən biri münasibətlərdə səmimi olması, canlı ünsiyyəti üstün tutması idi. İstər rəsmi, istər qeyri-rəsmi görüşlərdə bu davranış özünü qabarıq şəkildə göstərir, ona çoxlu dostlar qazandırırdı. Amerika Birləşmiş Ştatlarının sabiq prezidenti George Bush'un Heydər Əliyevi evinə qonaq kimi dəvət etməsi məhz bu isti münasibətin göstəricisi idi. How are you, President? What a great honor to have you here. How are you, sir? Well, very delighted to see you. Well, I'm so pleased you're here. Memnunam ki gelmesiniz. I'm very glad to meet you, sir. Welcome to the state of Maine. Maine ştatına hoş geldiniz. Yeah, all right. Good. You come sit next to me right here. Benim yanıma burada əyləşin. Careful, boys, you're going to get wet. You got a lot of people on that dock. How are you? I'm nice meeting you. Welcome. Hoş geldiniz. We can take some in the Secret Service boat. We're going to go slow unless the president wants to go fast. Yavaş gedək, yoxsa möhkəm sürün. As you like, sir. This is a very fast boat, but we Bu won't qayıq show çox off. sürətli bir qayıqdır, amma onu göstərməyəcəm. George Bush, cənab prezident, bu dəvətimi qəbul edib evimdə məni ziyarət etməyinizi özüm üçün ən böyük şərəf sayıram. Heydər Əliyev, cənab George Bush, mən də bu imkandan istifadə edib çox böyük təşəkkürümü bildirmək istəyirəm ki, siz məni öz şəxsi evinizə dəvət etmisiniz. 9 sentyabr 2000-ci il Amerika Birləşmiş Ştatları. Siyasətşünaslıq nəzəriyyələri nə qədər cəlbedici olsa da, yalnız o halda özünü təsdiqləyir ki, dünyanın taleyinə aydınlıq gətirsin. 20-ci əsrin iki cahan müharibəsi, ziddiyyətli geosiyasi proseslərə verilən cavablar buna bariz nümunədir. Ancaq suallara aydınlıq gətirən yenə nəzəriyyələr deyil, onu yaradan liderlər oldu. Necə ki, Heydər Əliyev 20-ci əsrin 60-cı illərindən başlayaraq 21-ci əsrin əvvəllərinə qədər belə bir irsə imza atdı. Mürəkkəb tarixi şəraitdə müstəqilliyin təməl prinsiplərini ehtiva edən mükəmməl dövlətçilik konsepsiyası yaratdı. Heydər Əliyev dövlətçilik siyasətində Türk xalqlarının birliyini gələcəyin geosiyasət açarı hesab edirdi. Ona görə də həm türk dilli dövlətlərin rəhbərləri, həm də görkəmli ictimai və elm xadimləri onu özlərinin lideri hesab edirdilər. Professor İhsan Doğramacı, Heydər Əliyev təkcə Azərbaycanın deyil, bütün türk dilli dövlətlərin lideridir. Şübhəsiz ki, bu dövlətlərin arasında Türkiyə də vardı. 10 may 1999-cu il, Cleveland. Heç şübhəsiz, Heydər Əliyev dövlətçilik konsepsiyası təkcə türk xalqlarına deyil, daha geniş coğrafiyalara ünvanlanırdı. Ancaq ümdə amalı doğma Azərbaycanın dünya miqyasında qüdrətli ölkəyə çevrilməsi idi.
Ulu Öndər uzaq Cleveland klinikasında müalicə olunduğu zaman belə bu haqda düşünürdü. Azərbaycan xalqının gələcəkdə rahat, firavan yaşaması üçün bu günə qədər gördüyü işlər və bundan sonra neçə illər ərzində görüləcək işlər həm bizim xalqımız üçün lazımdır, həm bütün region üçün lazımdır. Deyə bilərəm ki, bütün dünya üçün lazımdır. Mən özümü çox xoşbaxt adam hesab edirəm ki, bugün biz hamımız birlikdə, prezident başda olmaqla yeni burada tanış olduğumuz dostların arasında bu ad günü birlikdə qeyd edirik. Xarizmalı liderlərin əsas portret cizgilərindən biri də davamçılar yetişdirmək, eyni zamanda siyasi irsini paylaşmaqdır. Ömrünü xalqının sabahında görən Heydər Əliyevin tamamlanmamış işləri Prezident İlham Əliyevin yaradıcı siyasi xətti ilə inkişaf etdi. Azərbaycan bugün kifayət qədər böyük nüfus sahibi kimi dünya çapında söz sahibidir. Heydər Əliyev məhz belə güclü Azərbaycan görmək istəyirdi. Arzu edirəm ki, sizlə birlikdə gedək Şuşaya. Gedəcəyik. İnanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür. Hər bir Azərbaycanlı üçün bu iftixar bir nöqtəsidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmədik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayil, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o isti susu, biz onlarsız yaşaya bilmədik, təsəvvür edə bilmədik. Bütün bunların əsası isə hələ ötən əsrin 70-ci illərində qoyulmuşdu. Ona görə də milyonların qəlbində məskən salmışdı. Heydər Əliyeviç, sizə olan məhəbbətimiz barədə danışmağa zənnimcə ehtiyac yoxdur. Mən sizin şərəfinizə simfoniya yazmamışam, amma Azərbaycan adlı bir mahnı bəstələmişəm. Vaxtilə Sovet hakimiyyəti zamanı siz onu qəbul etmədiniz. Bu yaxınlarda isə təsdiqlədiniz ki, onu qəbul edirsiniz. Тогда я не хотел, чтобы это получило огласку. Эту ноту с его дарственной надписью, посвящением я взял домой. И у меня дома, ну, эта нота, это посвящение со мной, моими книгами и другими бумагами побывала в Москве, возвратилась сюда, в Баку. А сейчас, теперь же, когда прошло время, я тоже не возражаю, что он огласил, что эта песня была посвящена мне. Я благодарю за это. Спасибо.